Salam, hər vaxtınız xeyir. Mən Fis Akademinin lisey hazırlığı üzrə müəllimi Firuzə Hüseynli. Bugün bu videonu çəkməkdə məqsədim sabah, yəni ayın 25-i, iyunun 25-i 7-ci sinifdən 8-ci sinifə artıq liseyə qəbul imtahanı baş verəcək və o səbəbdən dəstək məqsədi ilə keçən il, yəni 2024-cü ildən 7-dən 8-ə keçmək üçün olan imtahan suallarının izahını sizinlə bölüşəcəm və qısaca ilə hər izahda da bütün qaydaları təkrar etmiş olacaq. Birinci sualımız belədir. Hansı sözü həm düzəltmə isim, həm də məsdər şəkilçili feil kimi düşünmək olar? Mərciməyi yalnız isim kimi düşünə bilirik. Köməyi yalnız isim kimi düşünə bilirik. Çünki kökü yoxdur. Kö deyə söz yoxdur. Mərci deyə söz var, amma o da isimdir. Yəni mərcimək artıq feil deyil, axı yenə isimdir deyə biz onu da götürə bilmirik. Yanmaqda yanmaq yalnız məsdərli feil kimi düşünürük. Yanmaq deyə ayrıca isim yoxdur, düzəltmə isim yoxdur. Cavab D bəndidir. Biri var ki, yemək. Yemək yedim. Nə yedim? Yemək yedim. Bu mənası isimdir. Biri də var deyirəm yemək. Nə isə yemək. Deməli bu da məsdər şəkilçili feildir. Bir də yadımıza salaq ki, məsdər şəkilçili feil maq, məq şəkilçisi ilə əmələ gələn feildir. İkinci suala baxırıq. Yəni olduqca sadə bir sualdır. Hansı sözün izahı yanlış verilmişdir? Rayihə sözü mətnlərdə işlətmişəm. Xoş iy, ətir deməkdir. Sal, iri, bütöv, yastı daş parçasıdır. Müthiş, həqiqətən də gözəl, möhtəşəm mənasını verir. Amma səriştə təcrübə yox, səriştə bacarıq deməkdir. O səbəbdən doğru cavab D bəndidir. Üçüncü sual, hansı cümlədə düzəltmə say, düzəltmə ismə aiddir? Düzəltmə sayın düzəltmə ismə aid olması o deməkdir ki, yəni say ismin yanında işlənsin, say isimlə uzlaşsın. Birinci gedib sayları tapaq. 10 minlərlə vətəndaş. B bəndində neçənci sözü sizi çaşdırmasın. Neçənci sözü say deyil, əvəzlikdir, sual əvəzliyidir. Mənim uşaqlığım onlarla sizi çaşdırmasın. Çünki onlarla kimlərlə sualını cavab verdiyi üçün əvəzliyidir. Keçmiş nəsil minlərlə tapmacanın müəllifidir. İki cavab arasında qalıram, amma baxıram ki, A bəndində 10 minlərlə sayı işlənib. Minlərlə sözü düzəltmə olsa belə, 10 minlərlə artıq 2 dənə sözdən ibarət olduğu üçün mürəkkəbdir. A bəndi də getdi. D bəndində keçmiş nəsli minlərlə düzəltmə saydı. Tapmaca da tapdan tapmaca düzəltmə isimdir. Doğru cavab olacaq D bəndi. Əslində görürsünüz suallar nə qədər rahatdır. Quruluşca düzəltmə zərfləri müəyyən edin. Bizdən zərfi istəyir və deyir ki, düzəltmə olsun bu zərflər. Narazı bilmədən yandırılanda qaça-qaça feili bağlamadır. Sifətlə feili bağlamadır. Ki ilə əmələ gələnlər, hər dərs demişəm ki, ki ilə əmələ gələnlər zərf deyil, sifətdir. Ki yalnız sifət düzəldən şəkilçidir. Hərdən düzəltmədir, sürətdən sürətlə düzəltmədir. Doğru cavab olacaq D bəndi. 5-ci sualda deyir ki, sinonimliyi baxımından yanlış bəndi müəyyən edin. Yəni görə indi sinonimdirlərsə, deməli birində əlaqə pozulub, sinonim alınmayıb. Söhbət nə? Söhbət, danışıq nə? Danışıq. Niyə sual verirəm? Çünki mən bildirmişdim ki, dərslərimizdə dönə-dönə vurğulamışam ki, sinonimlər mütləq şəkildə eyni nitq hissəsinə aid olmalıdır. Məna tayları biri isim, biri sifət olmaz. A bəndim sinonimdir. Sehir olsun sinonimdir. Təbib həkim sinonimdir. Qaranlıq sözü isimdir. Tünd necə sualına cavab verir? Sifətdir. Deməli doğru cavab olacaq B bəndi. 6-da mürəkkəb isim istəyir. Mürəkkəb isim nə idi? 2 sözün və yaxud da 3 sözün birləşməsindən əmələ gələn sözlərə biz quruluşca mürəkkəb söz deyirik, adlandırırıq. 6-da deyir ki, indi gözü tox necə? Gözü tox sifətdir.
Quraqlıq düzəltmə isimdir. Lıqliq, luqluq ism əmələ gətirir. Qayğıkeş necə? Sifətdir. Qəlbi, sınıqlıq. 2 dənə söz var tərkibində. Bax, sözlərdən biri düzəltmə ola bilər. Heç bir problem yoxdur. Bayaq sayda da dediyimiz kimi. Düzəltmə olmağında heç bir problem yoxdur. Artıq orada 2 söz varsa, o söz düzəltmə yox, mürəkkəb sayılır. Deməli, doğru cavab olacaq C bəndi. 7-də hansı feildə idi hissəciyinin işləndiyini əminliklə söyləmək olar? Köçürdü, köçürdü. Biri var deyirəm ki, kimisə köçürdü. Bir də var o evindən köçürdü. Əminliklə deyə bilmədim, 2 başda alındı. Biri var deyirəm o yazısını bitirdi. Bir də var deyirəm məsələn ot yerdən bitirdi. Yəni görürsüz dı kimi düşünülə bilir, düşünülə bilməyə də bilir. Yəni getdi. İdi hissəciyi düşünülə bilməyəndə artıq buradakı dı zaman şəkilçisi olur. Biri var deyirəm uçurdu. Burada baxın dı hissəciyidir. Bir də var deyirəm uçurdu. O məsəl üçün binanı uçurdu. Nə etdi? Uçurdu. Burada artıq dı zaman olur. Cavabımız olacaq D bəndi. Gəlirdi, gəlirdi deyə bilmirik. Yalnız gəlirdi. Nə edirdi? Yalnız bir sualı var. Deməli buradakı idi hissəciyinin qısaldılmasıdır. 8-ə baxırıq. Deyir ki, hansı cümlədə ismin sualına cavab verən sifət və say işlənmişdir? Evə gələnlər birinci dilləndilər. Bax, ismin sualına cavab verməsi o deməkdir ki, sifətlə say isimləşsin. Birinci dilləndilər, neçənci sualına da cavab verir. Qohumlarımın çoxu tamam, bu hal şəkil mənsubiyyət qəbul edib, isimləşib. Amma böyük necə? Böyük elə olduğu kimi də qalıb. Yarışdakılar isimləşib, kim sualına cavab verir. Amma birincilik say deyil. Çünki birincilik artıq isimdir. Biri var isimləşmə, biri var isim. Bunu qarışdırmırıq. İsim düzəldən şəkilçi qəbul edibsə, o artıq isimləşmiş sayılır. Cavab B bəndidir. Bugünkülər sifətdir. İsmin sualına cavab verib. Çünki lalər qəbul edib, cəm şəkilçisi qəbul edib, isimləşib. Çoxumuza isə mənsubiyyət və hal şəkilçisi qəbul edib, isimləşib. 9-da. Verilmiş cümlə haqqında yanlış fikirləri deyir, müəyyən edin. Sinifdəki uşaqlar onları gözləyən yeni təhlükəni hiss edirdilər. Bir-bir, ayrı-ayrı morfoloji cəhətdən təhlilinə baxacaq ki, görək necə olur, hansı daha doğrudur. Doğruları seçəcəyik bir sözlə. Aha, sinifdəki uşaqlar onları gözləyən yeni təhlükəni hiss edirdilər. Deməli, sinifdəki deyir, adi dərəcəli düzəltmə sifətdir. Ümumiyyətlə, yadda saxlayırıq ki, dakı dəkidir, ki-kidir. Bunlarla əmələ gəlibdirsə, yəni hallanmır, üzr istəyirəm, dərəcəyə girmir. Yəni, mən ona çoxaltma dərəcəsi və yaxud da azaltma dərəcəsi deyə bilmərəm. Yəni, bir doğrudur. Bizə deyir ki, adi dərəcədədir. Bəli, həmişə adi dərəcədə qalır bu sözdə. Onları mənsubiyyət şəkilçili əvəzlikdir. Onları, baxaq, kimi sualı təsirliyin sualıdır. Mənsubiyyətin olsaydı, yəli ilə birlikdə gələrdi. Deməli, 2 yanlışdır. Təhlükə sadə, konkret isimdir. Təhlükə konkret isim deyil, çünki təhlükəni biz gözlə görə bilmirik. Təhlükəli vəziyyəti, təhlükəli insanı görə bilərik, təhlükəni hiss edə bilərik, amma təhlükə gözlə görülməz. Hiss edirdilər, xəbər şəklində keçmiş zamandadır. Etməkdən edir, nə edir? Deməli, keçmiş zamanda deyil. Mən demişəm, birinci gələn zaman şəkilçisidir, ikinci gələn hissəcidir. Yəni, buradakı dil sizi çaşdırmasın. Deməli, səhv fikirlər 2, 3, 4 deyibəndidir. 5-də də deyir, gözləyən 2 nitq hissəsinin xüsusiyyətini daşıyan feildir. Bəli, gözləyən feili sifətdir. Feili sifət də həm feilin, həm də sifətin xüsusiyyətini daşımış olacaq. 10-cu sual. Doğru fikirləri istəyir. Doğru nə deməkdir? Qarşısında yazılana baxacaq bir sözlə ki,
uyğundur, yoxsa yox. Deməli, itaət deyilişi və yazılışında bir fərq var deyir. İtaət A-ə qoşalığı olduğu kimi qalır. Sadəcə uzanma girir araya və uzanma fərqli məqam sayılmır. Fərqli məqam yalnız səs dəyişimi və səs artımı düşümü sayılır. Yəni uzanma fərqli məqam deyil, yanlış yazıb. Deməli bir doğrudur. Qarşısında yazılana görə götürürük. 2. Kütliyə. Kütliyə. Ə-iyə keçdi. Yəni bizə deyir ki, açıq sayt qapalı sayta keçir. Bəli, ə-iyə keçdi. Doğrudur və doğru da yazıb. 1-2 elə burada A bəndidir. Şəffaf deyilişi və yazılışında fərq var. Yanına da doğru yazıb. F-f qoşalığı dəyişməz qoşalıqdır. Yəni bura yanlış yazmalıydı. Şokolad deyilişi və yazılışında 2 fərqli məqam var, doğru yazıb. Xeyr, 2 fərqli məqam yoxdur, 3 fərqli məqam var. Çünki D-da T-ya keçmiş olur. 11. Bizə deyir ki, ən çox, lap, daha çox, daha ədatları sözlərindən birinin nöqtələrin yerinə yazsaq, çoxaltma dərəcəsində olan sifət yaranır. Çoxaltma dərəcəsində olan sifət istəyir bizdən. Gəlin baxaq. O dərslərini çox yaxşı oxuyur. Və yaxud ən yaxşı oxuyur, lap yaxşı oxuyur. Sinifdə ən çox kitab məndə idi. Bax, biz nə demişik? Çoxaltma dərəcəsində olmaq üçün, bax, burada yaxşı oxuyur, yaxşı düzdür sifətdir, amma zərf kimi işlənib. Və zərfin yanında gəlir onda ən. Biz də demişik, çoxaltma olması üçün özündən sonra sifət gəlməlidir. Çox kitab burada özündən sonra stay gəlib. Daim oğlu çox dalaşan burada özündən sonra feili sifət gəlib. C-yə baxaq, maraqlı, çox maraqlı. Bəli, sifətdən əvvəl işləndi. Deməli, elə doğru cavabımız olacaq C bəndi. 12. Hansı söz 2 nitq hissəsi kimi başa düşülə bilər? 2 nitq hissəsi kimi başa düşülə bilən sözlərimiz var. Mənasına görə baxırıq. Burada elə baxan kimi görünür ki, məsələn, elektrik vurğusuna görə dəyişir. O səbəbdən onu götürə bilmərik, əgər onu desəz. İstiotdur bir mənası var, bildirkidir bir mənası var. Əgər filan kəsə nəyisə bildir ki, belə düşünsəz, onda 2 ayrı yazılmalıydı. Cavab A bəndidir. Qoşa-qoşa. Biri var deyirəm ki, qoşa-qoşa gəzirlər, zərf kimi. Bir də var qoşmaqdan qoşa əmələ gələn, hansı ki burada da A-ə şəkilçi kimi işlənir ki, bu da feili bağlamadır. 13-də deyir, verilmiş cümlədə hansı şəkilçi işlənməyib? Aha, birinci şəkilçilərə baxacaq, hansılar işlənib, hansılar işlənməyib. Deməli, sifət düzəldən şəkilçi. Baxaq, elmdən elmsiz isimdən sifət əmələ gətirən şəkilçi var. Mənsubiyyət şəkilçisi. Elmsiz cəmiyyət insanlıqdakı ı-sizi çaşdırmasın, çünki nəyi sualına cavab verdiyi üçün təsirli haldır. 2 yoxdur. Gələcək zaman işləri götürürük. 2-dən cavab arasında qaldı. Gələcək zaman şəkilçisi. Aparır, indiki zamandır, gələcək zaman deyil, 3-ü də götürürük. İsim düzəldən şəkilçi, insandan insanlıq, mən demişəm də lıq-lıq isim düzəldən şəkilçidir. Deməli 4 işlənib, şəxs sonluğu, amma insanlığıdır. Aparırdakı sadəcə zamandır, yəni bu doğru deyil. 2, 3, 5 doğru cavab olacaq, B bəndi. 14-ə baxırıq. Bizə deyir ki, Euler-Venn diaqramının kəsişməsinə yazıla bilməz. Bu nə deməkdir? Bu o deməkdir ki, ortaq olaraq ikisində işlədə bilməz. Yəni ki, həm bağlayıcı olur, həm ədat. Ancaq bağlayıcı olur, həm ədat. Da həm bağlayıcı olur, həm ədat. Amma tək, yalnız ədat olur. Tək deyə bir bağlayıcı yoxdur. 15-ci suala baxırıq. Deyir, telefonun nə vaxt kəşf olunması ilə əlaqədar mübahisələr mövcuddur. Telefonun kəşfindən əvvəl onunla eyni funksiyada işləyən qurğular ixtira edilmişdi. Bu ixtiranı edənlər Innocento Mozzettir, Reis Philip, Alexander Graham Bell, Thomas Edison və digər alimlər olmuşlar. Lakin Bell və Edisonun kəşfə görə əldə etdikləri
İllər keçir, telefon sahəsində işlər davam edirdi. Bir müddət sonra professor Alexander Graham Bell ilk telefon aparatının ixtirasını gerçəkləşdirdi. Sonra isə Bell Telefon Kompaniya adlı şirkətini qurdu. Bundan sonra telefon insanlar arasında sürətlə yayılmağa başladı. Zaman keçdikcə telefonun əhatə dairəsi genişlənirdi. 1878-ci ildə ABŞ-da, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu. Əvvəllər telefonla danışmaq və qulaq asmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralar bu iki funksiyada bir dəstəkdə birləşdirilmişdir. 1876-cı il martın 10-da ilk telefon danışığı baş tutmuşdur. Bell iş otağında mayını öz üstünə dağıtdı. Telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi. Mr. Wilson, buraya gələ bilərsinizmi? Siz mənə lazımsınız. İlk telefon stansiyası 1877-ci ildə ABŞ-ın Connecticut şəhərində fəaliyyətə başladı. 1883-cü ildə Boston və New York şəhərləri arasında rabitə əlaqəsi yaradıldı. Mətnimiz belədir. İndi mətnə əsasən doğru fikirləri istəyir bizdən. Onda başlayırıq deməli 15-ci sualdan. 15-də bizdən nə istəyir? Qısaca doğru fikirdir ya səhv fikirdir, bunlara baxırıq. Əslində çətin mətn deyil, asan mətindir. Birinci deyir, rəqəm qoyulmuş sözümüz hansıdır? Birinci rəqəm qoyulan sözümüzü tapaq. İşləyən. Deyir, işləyən qurğu. Qurğu həqiqətən işləyə bilər. Həqiqidir. Saatın işləməyən detalını dəyişdik. Mətndəki mənası bəli, işdən danışır. Bir doğrudur, biri götürdük. C getdi, D getdi. 2-də deyir, 2 qoyulan sözü gedək axtaraq, tapaq, görək hardadır 2 qoyulan söz, genişlənirdi. Deyir, əhatə dairəsi genişlənirdi, həqiqi mənada deyil, məcazi mənadadır. Bəli, bunu düz deyir. Otaq daha da genişlənmişdi, otaq həqiqətən genişlənir. Yəni, götürürsən əşyaları, otaqda genişlik yaranır. Deməli, buradakı mənaya uyğun işlənməyib. Ona görə də 2-ni götürmürük. 2 yanlışdır. B bəndi də getdi. Daha sonra 3-ə baxırıq. Əslində cavab qaldı elə A bəndi. Sadəcə yenə də daha aydın olsun deyə baxaq. İlk telefon qovşağı quruldu. Qurulmaq yəni yaradıldı deməkdir. Yəni həqiqi mənadadır. Aramızda yeni münasibətlər quruldu. Münasibət də həqiqətən qurula bilərmi? Xeyr. Bu artıq məcazi mənada işlənmiş olur deyə 3-ü də götürə bilmirik. 4-də bir dəstəkdə birləşdirilmişdi. Dəstəkdə birləşdirilmişdi, yəni bir hissədə birləşdirilmişdi. Həqiqidir. Hirslənib dəstəyi yerə qoydu. Bəli, dəstək elə həmin telefon dəstəyidir ki, 4-də doğrudur. Sonra 5-ə baxırıq. Dağıtdı. Mayeni öz üzərinə həqiqətən dağıda bilərik. Öz üzərimizə çaydır, məsəl üçün dağıda bilərik. Həqiqi mənadadır. Kağızları da yerə dağıtmaq həqiqi mənadadır. Hər ikisində də dağıtmaq, yıxıtmaq mənasında istifadə olunur. 16-da nə deyir? 16-da deyir ki, altından xətt çəkilmiş söz. Gedib altından xətt çəkilmiş sözü tapıram. Otaqda işləyən həmkarına müraciət etdi. Yəni sözüm işləyəndir. Burada bizə deyir ki, hansı bəddə mətndəki mənasında işlənmişdir. Mətndəki mənasına əsasən baxaq. Deyir, telefonla qonşu otaqda işləyən, yəni çalışan demək istəyir. Neftçilər çox çətin şəraitdə işləməyə məcbur olur, yəni çalışmağa məcbur olur. Elə cavab A bəndidir. Soyuq adamın iliyinə qədər işləyirdi. Xeyr, məcazidir. Ağır cinayəti işləmək, cinayət törətmək mənasındadır, səhvdir. Saat 3-ə işləyir, bu da saatdır. Mətndə saatdan danışmırdı. 17-ci suala baxırıq. Mətndə nöqtələrin yerinə hansı fikir yazılsa, məzmununa xələl gəlməz. Mətndə deyir ki, lakin Bell və Edisonun kəşfə görə əldə etdikləri öz nəticəsini vermir, xeyr, verirdi. Əsas götürülmüşdü, bəli, çünki ilkin onlardı. Mühüm hesab edilmişdi, bəli. Əhəmiyyətsizləşir, xeyr. Əksinə əhəmiyyətli olmağını vurğulayırdı. Doğru cavab olacaq, D bəndi. 18-ci suala baxırıq. 18-ci sualda deməli bizdən nə istəyir?
18-də bizə deyir ki, səbəb telefon, nəticədə də verib ki, telefon geniş istifadə olunmağa başladı. Yəni telefonun geniş istifadə olunmasının səbəbi nə idi? Bellin telefon şirkəti qurmağı idi. Doğru cavab olacaq D bəndi. 19-a baxırıq. Nömrələnmiş hansı cümlə əsas hissənin ilk cümləsi kimi işlənə bilər? Əsas cümlənin ilk cümləsi kimi işlənməsindən danışırsa, biz deməli baxaq. Əsas hissə hardan başlayır? Buranı silək. Bax, bura qədər genişlənirdi. Əvvəllər bax, bura qədər girişdi demək. Niyə girişdi? Çünki ora qədər telefonun əlaqəsini vurğulamayıb. Sadəcə telefonun qurulmasından danışır. Amma baxın, artıq bu hissədən telefonun ilk telefon danışığı nə vaxt baş verir, telefonun necə yaranıb, necə yaradıblar, bundan bəhs edir. Və burada gəlib düşən nömrə 4-dür. Deməli, doğru cavabımız olacaq D bəndi. 20-ci sualda deyir, hansı cümlə mətnin məzmunu ilə bağlıdır? Elə baxan kimi A bəndidir. Çünki mətndə də elə girişdə uzun-uzadı nədən danışır? Dahilərin funksiyasından, rolundan, əməyindən ki, onlar yaradıblar. Yəni, bir sözlə onların adını vurğulayır. Doğru cavab A bəndidir. 21-ci sual mətnə əsasən cədvəldəki uyğun fikirləri deyir, müəyyən edin. Doğruları bir seçirik, yanlışları bir də ehtimaldır olanlar. 19-cu əsrdə ilk telefon qovşağı quruldu deyir bizə. Neçənci əsrdə qurulmuşdu telefon qovşağı? 19-cu əsrdə qurulmuşdu. Çünki orada vermişdi elə 1833-cü ildə ilk telefon stansiyası 1877-də yaradılıb. Yəni hadisələr ümumiyyətlə 18 ilə başlayırsa, deməli 19-cu əsr sayılır. Ona görə bir doğrudur, biri götürdük. Telefon funksiyalı qurğular telefonun kəşfindən əlbəttə doğrudur. Telefondan əvvəl deyir ki, qovşaqlar, qurğular yaradılıb. 2 doğrudur. Telefon aparatının kəşf olunduğu yer dəqiq deyil. Xeyr, orada adı vermişdi, dəqiqdir. Bunu götürmürük. Bir dəqiqə. Telefon aparatının deyir kəşf olunduğu yer. Kəşf olunduğu yeri bilmirik. Biz sadəcə harda var onu bilirik. Yəni bunu götürə bilmərik. İlk telefon qovşağı, yəni bu doğrudur. Biz yanlış götürməliyik. İlk telefon qovşağı və ilk telefon stansiyasının yaratdığı ölkələr eyni deyil. Bəli, burada vermişdi ki, stansiya ilk dəfə ABŞ-ın Connecticut şəhərində, rabitə əlaqəsi Boston və New Yorkda yaranıb. Almaniyada ilk telefon qovşağı qurulub. Ona görə də ayrı-ayrı yerlərdir. Bu deməli ilk ölkələr deyir, eyni deyil. Telefon qovşağı ilə ilk stansiya. Burada ilk stansiya nə edir? İlk stansiyanın yarandığı. Baxaq görə ilk telefon stansiyası da ABŞ-da yaranıb. Burada yazıb elə ki, 1878-ci ildə ABŞ-da ilk telefon qovşağı. Yəni hər ikisində də ABŞ var. Yanlış deyir ona görə də. 4-ü götürdük. 1-i götürdük, 2-ni götürdük. Daha sonra ehtimaldır. Mr. Wilson telefonla zəng edən ilk adam idi. Bu ehtimal deyil, dəqiqdir. Dəqiq faktdır. O səbəbdən 5 yanlışdır. İlk zənglə çağırılan həmkar köməyə gəldi. Bəli, ehtimal edirik ki, bu zəng edib çağırıbsa, o da zəngdən yayınmayıb gəlib. Bu sadəcə bizim ehtimalımızdır. Gəlməyə də bilər. Deyə bilər, ay müdür, tökmüsən ged özün təmizdə. Deməli, doğru cavab olacaq D bəndi. 22-ci suala baxırıq. Mətnin məzmunu ilə bağlı uyğunsuzluqdur təşkil edəni istəyir bizdən. Telefonun nə vaxt kəşf olunması ilə əlaqədar fikirlər bir mənalı deyil. Bu uyğundur, bəli, çünki fikirlər çoxdur, yəni bu uyğundur. İlk telefon danışığı xoşa gəlməz hadisə, bəli, üstünə dağıtmışdı deyə zəng etmişdir. Yeni ixtiralar ancaq öz ərazilərində fayda verir. Xeyr, faydasının ancaq öz ərazisində olan deyil ki, düzdürmü? Telefon bu gün də Azərbaycanda da istifadə olunur və bu gün telefonsuz heç birimiz yaşaya bilmərik. Yəni bunu götürdük. Telefon ilk cəhddən mükəmməl şəkildə yaradılan avadanlıqlardandır. İlk cəhddən yaradılmayıb. Görürsünüz, ilk dəfə qovşağı yaranıb, stansiyası yaranıb, sonra telefonu yaranıb. 3, 4, D bəndi.
Sonra 23-ə baxırıq. Bizə deyir ki, düzgün fikirləri istəyir bizdən. Görək hansılar düzgündür. Bu artıq qaydadır. Alını və alını sözləri ismin müxtəlif hallarındadır. Biri var deyirəm filankəsin alını. Bir də var deyirəm alını qaşıma. Yəni biri var mənsubiyyə şəkilçisi qəbul edibsə adlı halda sayılır. O biri də oldu təsirli. Deməli bir doğru fikirdir. Yəni bir doğrunun qabağına doğru yazıb biri götürürük, düzdür. Qaçaq sözünü deyir bizə. Biri var deyirəm ki, qaçaq nəbi. Burada qaçdan qaçaq. Bu alındı. Gəl biz qaçaq. Şəxs onluğu kimi alındı. Bir də var kaş qaça. Bir də var qaçaq. Yəni biri burada artıq arzu şəklində olur deyə 2 dənə oldu. Deməli 2 də doğrunun qabağına doğru yazıb götürdük. Düzəldir və yandır sözünün tərkibində şəkilçilər bir-biri ilə homonimdir deyir. Buradakı dir, burada yandır. Baxaq görək bir-biri ilə deyir. Düzəldir nə edir? Burada dir deyil. Buradakı şəkilçi d ayrıdır, düzəldən düzəlt. İr ayrıdır, amma yandırdakıdır bütövdür. Ona görə biz bunu yanlış götürürük və ya qabağına da yanlış deyə doğrudur. 1, 2, 3 cavab olur B bəndi. 24. Altından xətt çəkilmiş hansı sözü heç vaxt cümlənin əvvəlində işlənmir. Bax, heç vaxt deyir. Məndən ötəri sözlər eşitdi. Deyirəm ki, ötəri dur. Yəni o yana dur. Bu işləndi. Söylədiklərim həm mənim, həm də onun ağlına batmırdı. Deyirəm ki, həm sən, həm də mən əlaçıyıq. İşləndi. Babam artıq təhlükəni hiss eləmişdi. Bir də deyirəm, artıq babam təhlükəni hiss eləmişdi. İşləndi. Amma C-yə baxaq. Dağa qalxmaqdan savayı, ümumiyyətlə savayı elə qoşmadır ki, mütləq şəkildə çıxışlı halda sözə qoşulmalıdır. Amma savayı, səndən savayı deyə bilərəm, səndən qeyri deyə bilərəm, savayı gəlsin deyə bilməliyim məsəl üçün. Doğru cavab C bəndidir. Görürsünüz, əsas sual cədvəllərə verilir. Yəni o səbəbdən cədvəllərlə işləməyə çalışın ki, bacarın. Bir də doğru, yanlış, bunlarda çaşmamaq üçün nə edin? Qarşısına mütləq yazın ki, hansını götürürsünüz? Yəni fikriniz hansındadır? Məsələn, necə elədik? Doğru fikirləşirəm, yanlış fikirləşirəm, doğru fikirləşdim, yanlış fikirləşdim. Baxdım, doğru, düzdür, yanlış, düzdür, doğru, yanlış, səhvdir, yanlış, doğru, səhvdir. Düzgünləri istəyir deyə belə götürdüm, yanlışları istəsə 4-lə 5-i götürəcəkdim. Bu formada işləyə bilərsiniz. Nömrələnmiş sözlərlə bağlı hansı fikir səhvdir? Başqalarının xoşbəxtliyi üçün çalışmaqla biz öz xoşbəxtliyimizi bizə verilən mükafatı tapırıq. Başqalarının deyir əvəzlidir, sifəti əvəz edib, başqalarının xoşbəxtliyi, kimlərin başqaları düzdür, əvəzlidir, amma sifəti əvəz etməyib baxır. İsmin sualına cavab verir. Kimin? Başqasının. O səbəbdən bir yanlışdır. Xoşbəxtliyi mənsubiyyətə görə dəyişib deyir. Onların xoşbəxtliyi, bəli, buradakı mənsubiyyət şəkilçisidir. Quruluşca düzəltmədir deyir. Xoşbəxt deyir. Düzdürmü? Amma özündən sonraki artıq li var axı orada. Xoşbəxtlik deyil o. Xoşbəxt də deyil. Burada xoşbəxtlik işlənib. Düzəltmənin şəkilçisi var orada böyük. Deməli, lüqə görə bu doğru fikirdir. Daha sonra baxırıq çalışmaqla qarşılıq birgəlik növdədir. Növlərə fikir verin. Bundan da bir sualınız buradan düşmə ehtimalı böyükdür. Çalışmaqla deyir. Qarşılıq birgəlik növdə, bir də deyir zərf düzəldən şəkilçi ilə işlənib. Çalışmaqla qarşılıq birgəlik növdə deyil. Çünki deyirəm ki, o çalışmaqla tapır, özü çalışır. Burada qarşılıqlı şəkildə və yaxud da birgə çalışmaqdan söhbət getmir.
Və zərf düzəldən şəkilçi nə ilə sualına cavab verdiyi üçün burada lalə qoşmadır. Yanlışdır. Verilən qayıdış növdədir. Bəli, il, il, ul, ül var. Qayıdışın şəkilçisidir və kiməsə verilirsə, yəni iş öz üzərində bir sözlə icra edir də, bu xoşbəxtliyi tapmağı, öz xoşbəxtliyini tapmaq üçün qayıdış növdədir. Yalnız feilə aid xüsusiyyət daşıyır. Bəli, çünki qayıdış növdə olan feildir. Feili sifət deyil, feili bağlama deyil, məstər deyil, doğrudur. Daha sonra mükafatı sözü sadədir. Bəli, mənsubiyyət şəkilçisi işlənib. Mükafatı deyirəm tapırıq. Nəyi sualına cavab verirsə təsirlidir, yanlışdır. Bizdən nə istəyir? Səhvləri istəyir. 1, 3, bir də 1, 3, bir dəqiqə burada nəyisə qarışdırmadıq. Mənsubiyyət şəkilçisi işlənib deyir. Hər iki fikir səhv olan deyir. Burada biz birini düz götürdük. Yəni verilən sözün qayıdış növü aid hesab edə bilmirik. Çünki verilən necə yəni verilsin? Biri var deyirəm ki, məsəl üçün gül açır. Gül özü açır və yaxud da hava qaralır, hava öz-özünə qaralır. Amma burada feil kimi verilməyib. Baxın, verilən mükafatı hansı, mən sözə baxmamışam cümlədə, hansı sualına cavab verir? Yəni, bu aiddir, bu aid deyil. Ona görə bu yanlışdır. Deməli, 1, 3, 4. 5-də problem harda oldu? Bəs səhv fikir istəyir bizdən. Yenə də biri aiddir, biri aid deyil deyə biz bunu hər iki fikrin səhv olanı istəyir deyə bunu götürmürük. Doğru cavab olacaq B bəndi. Hər birinizə sabahki imtahanda uğurlar arzu edirəm. İmtahanı da elə saxlayın. Mən demədən əvvəl özünüz baxıb həll etməyə çalışın. Nəticənizi də bizimlə bölüşməyi unutmayın. Hələlik.